Salam aktyor sənətinə könül verən əziz dostlarım. Bugündən başlayaraq hər gün olmasa da uzağı gündə 2 gündə bir dəfə bura videolar atacağım. Məqsədim sizə aktyorluq sahəsində təhsil verməkdir. Mən özümü ilk öncə tanıdım. Adım Ağalarov Mahmuddur. 30 yaşıma demək olar ki, təzəcə qədəm qoymuşam 31 may tarixində və 10 ildir bu sahənin içindəyəm. 2016-cı ildən bəri. Daha sonra əsgərliyi, universiteti bitirməyə, əsgərliyi, hərbi xidmət və müharibə iştirakıma görə bir neçə il ara verdim. Amma hərbi xidmətdən qayıtdıqdan dərhal sonra yenidən mən bu sahəyə qayıtdım. Bir sıra yerlərdə tədris alaraq biliyimi təzələdim. Bir sıra film, serial çəkilişlərimdə, bundan əlavə teatr tamaşalarında, klip çəkilişlərində, reklamlarda rol alaraq yenidən mən bu sahəyə qayıtdım və hələ də bu sahədə fəaliyyətimi davam elətdirirəm. Allahıma şükürlər olsun ki, və inşallah davam eləməyə də qərarlıyam. Yenə də davam edəcəm inşallah. Əziz dostlar, dediyim kimi mənim burada məqsədim sizlərə bu sahədə təhsil verməkdir. Amma bundan əvvəl istəyirəm ki, sizə Azərbaycandakı vəziyyəti danışım. Yəni bu sahə ilə bağlı Azərbaycanda hal-hazırda vəziyyət necədir? Sektor varmı, yoxsa necə? Bəzi pul tələsi olan yalançı akademiyalar, yalançı film akademiyaları, bunlar haqqında danışmaq istəyirəm sizə. Əziz dostlar, videolarımı həmişə çox qısa tutmaya çalışacağım. Çünki mən özüm də baxanda videolara, görəndə ki, video uzundur, hövsələm, səbrim çatmır axıra kimi baxmağa. Ona görə də belə qərara gəldim ki, videolarımı qısa-qısa atım və hər gün atım. Dediyim kimi, nəsə işim çıxar, hər gün olmaz, amma uzağı inşallah 2 gündə bir dəfə video atacağım. Amma çalışacağım ki, elə hər gün atım. 9 dəqiqəlik, 10 dəqiqəlik videolar. Belə daha effektiv olacağını inanıram. Sürətli, effektiv və sizi maarifləndirici. Əziz dostlar, hal-hazırda Azərbaycanda vəziyyət nə yerdədir bu sektorda? Ümumiyyətlə onu deməliyəm ki, Azərbaycanda sektor deyilən bir şey yoxdur. Çünki düşünün ki, siz gedirsiniz, İncəsənət Universitetini bitirirsiniz, amma bu o demək deyil ki, siz bundan sonra artıq önünüz açıqdır, gedəcəksiniz filmlərdə, seriallarda rol alacaqsınız, tamaşalarda özünüzü göstərəcəksiniz. Xeyr. Mən nə qədər uşaq tanıyıram ki, məsələn, İncəsənət Universitetini bitirib, bəzilərinin həqiqətən istedadı da var, amma bu sahədə heç bir arpa boy belə yol göstərə bilməyib, tüklərin sözü olmasın və hal-hazırda yəni yerində sayır, bilmir ki, bu sahədə gələcəyi olacaqmı ya yox. Yəni bu gedişdə olmayacaq, amma əlbəttə ki, hal-hazırdakı vəziyyətə görə deyirəm bunu. Yəni irəlidə bir şeylər dəyişər, bir şeylər istədiyim kimi olar. Məsəl üçün, onda mən görəcəm ki, həqiqətən də artıq nəsə olmağa başlayıb ola bilər. Düzdür, bir neçə ildir bəzi dediyim kimi yalançı akademiyalar yalanıb, yəni özünə yalandan film akademiyası verən yerlər. Amma əslində onların burada işi aktyor yetişdirmək deyil, gerçəkdən film, serial çəkib bunu kanallara, sinemalara verib burada qabağa getmək, bunun nəticəsində ssenaridə inkişaf yaxalamaq, gerçək aktyorlar yetişdirmək, onların məqsədi bu deyil. Sadəcə tələbədən pul alıb onları öyrətmək məqsədi ilə, hətta sizi baş rol eləyəcəm deyərəkdən onları allatmaqdır, sadəcə pullarını yığmaqdır. Bunlarla bağlı hamısını sizə deyəcəm. Növbəti videolarımda, qabaqda hamısını sizə bir-bir ətraflı danışacağım əziz dostlar. Yəni hal-hazırda sektorda, daha doğrusu olmayan sektorda vəziyyət budur. Yəni Azərbaycanda sektor deyilən bir şey yoxdur. Düşünün ki, məsəl üçün çəkilişə aktyor lazım olur. Seçirlər, sırf yaşqa, qəşəngliyə görə baxırlar, seçirlər kimisə və o adam c-ç belə deyə bilmir. Yəni c-ç deyir. Əziz dostlar, İncəsənət danışığında, tələffüzündə c-ç deyilən bir şey yoxdur. Yəni çiçək yox, çiçək deməliyik biz. Məsəl üçün necəsən yox, necəsən.
bunlara diqqət etməliyik. Bu tip danışmalıyıq. Və bunu da ki, əlbəttə ki, hər aktyor, hər film, serialda, tamaşada rol almaq istəyən, rol alan adam bilməlidir. Bilməlidir və buna uyğun davranmalıdır. Əlbəttə ki, bunu da yəni ancaq həmin o aktyor olmaq istəyən şəxs təhsil alaraq bilə bilər. Bunun bir sıra texniki məşqləri var. Onların da hamısını isə növbəti dərslərimizdə göstərəcəm. Və demək istəyirəm ki, yəni hal-hazırda vəziyyət budur. Dediyim kimi, gedirlər WhatsApp qruplarında var. Mən özüm də əvvəllər qısa müddət o qruplarda olmuşam, sırf o qruplardakı vəziyyəti bilmək üçün. Yoxsa onların dəvəti ilə, daha doğrusu yəni dediyim kimi onların dəvəti ilə heç bir yerə getməmişəm. Başqa cür mən yollarımla, öz biliyimlə, istedadımla rol almışam film, serial və tamaşa oyunlarımda, film, serial çəkilişlərimdə. Dediyim kimi əziz dostlar, buradan yaraşığa, qəşəngliyə görə WhatsApp qruplarından seçirlər, şəkli göndərin. Biz ona uyğun baxaq, göndərək rejissora seçsə, daha sonra siz gələrsiniz və biz sizi çəkərik. Sırf yaraşığa, qəşəngliyə görə. Amma aktyor istedadı yoxdur əslində həmin o şəxsin, biliyi yoxdur. Amma onlar üçün bu önəmli deyil. Çünki Azərbaycanda bu iş başdan getmə olur. Yəni başdan getmə, biz bu filmi, bu serialı çəkmək istəyirik, serialda bu bölümü çəkmək istəyirik. Tez bunu çəkək, aktyor oyunun heç bir önəmi yoxdur, danışığın heç bir önəmi yoxdur. Onlar üçün vəziyyət budur, onlar üçün onların işi budur. Yəni onların bu sahədə bir, necə deyim sizə, tutumu yoxdur da. Yəni ki, mütləq istedadlı aktyor olmalıdır, incəsənət danışığında, tələffüzündə bunun düzgünlüyü olmalıdır, bacarmalıdır bu işi. İstedadlı aktyor olmalıdır, xeyr. Onlar üçün bu önəmli deyil. Əziz dostlar, birazdan videonu tamamlayacağım. Dediyim kimi, mən ilk bu gün tanışlıq oldu. Mən özüm belə deyim də, bu kanalı çoxdan yaratmışdım. Videolar paylaşıram, shorts videolar. Daha sonra digər başqa videolar da paylaşıram. Girib bu YouTube səhifəmdən baxa bilərsiniz. Onlara bəyənib rəy yazmağınızı gözləyirəm. Sizdən kanalıma abunə olmağınızı istəyirəm. Zəhmət olmasa və bu videomun da altına fikirlərinizi, suallarınızı yaza bilərsiniz. Təkliflərinizi bildirə bilərsiniz. Eyni zamanda mən özüm fərdi olaraq və həm də qrup şəklində uşaqlar da hazırlayıram. İncəsənət Universitetinə daxil olmaq üçün qabiliyyət imtahanına və eyni zamanda dediyim kimi sırf qabiliyyət imtahanına görə yox, ümumilikdə uşaq hazırlığım da olur. Digər yalançı akademiyalar kimi 200-150 manat qiymətində deyil, daha sərfəli qiymətə. İstəsəz kommentlərdə mənə rəy yazaraq maraqlana bilərsiniz. Alta buraxacağım Instagram və TikTok hesablarımı. Oradan mənə DM göndərərək də siz mənlə əlaqə saxlaya bilərsiniz. Sizə olanda deyəcəm. Və əziz dostlar, dediyim kimi artıq videomuzun başa çatmağına az qalıb. Sizə dediyim kimi Azərbaycanda hal-hazırda vəziyyət çox pisdir. Aktyorluq, incəsənət sahəsində 10 il əvvələ kimi ümumiyyətlə söz belə getmirdi. Son 3-4 ildir bir şeylər güya elənilməyə çalışır, amma bu sadəcə göz boyamaq üçündür. Əslində isə ortada heç bir şey yoxdur. Sadəcə pul yığmaq və başarılatmaq üçündür. Gələcək videomuzda inşallah mən sizə Azərbaycan Film Akademiyasından, yalançı Azərbaycan Film Akademiyasından danışacağım. Belə güya aktyor və Azərbaycan kinosunda güya nəsə eləməyə çalışan, güya Azərbaycanda aktyor yetişdirməyə çalışan, amma əslində elə məqsədi olmayan Azərbaycan Film Akademiyası haqqında danışacağım gələn videomda inşallah. Əziz dostlar, bugünlük videomu sona çatdırıram. Dediyim kimi çalışacağım ki, hər gün olmadı 2 gündən bir, 2 gündə bir dəfə video atım. Görüşmək üzrə növbəti dərslərdə. Sağ olun əziz dostlar.